Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri Xırdalandayıq. Xırdalanda 4 otağın çəkilişinə gəlmişik. Radnoy 4 otağın. Düz Heydər Parkına yaxın, Təzə Bazara yaxın, 12 mərtəbənin 2-ci mərtəbəsi. Çəkilişimizi qonaq otağındandır. Evin içində hörmətli izləyicilər, nə görürsünüz? Hamısı qalmaq şərti iləndir. Bax, kondisionerinizlə, təzə kondisioner, pərdələr, stol, kurqavoy, divanı, kreslosu, hər bir şeyi. Onu çox gözəl girişidir, dəhlizidir. Bax, belə əbrət etsək, belə bir dolaq yığılır dəhlizdə. Girişidir, giriş qapısıdır. Dəhlizdən sağda, bax, belə bir yataq otağıdır. Yenə təkrarlayıram, evin içində nə görürsünüz, hamısı qalmaq şərti iləndir. 137 kvadratdır, 4 otaqlıdır, hörmətli izləyicilər. Dəhlizdə sağda, belə bir balaca uşaqlarımızsın, detskisidir, yatağıdır. Bura həmçində uşaqlar üçün yataq, uşaqların yatağında da kondisioner qoyulub, hörmətli izləyicilər. 4 otaqlıdır. Müqavilə şərtindədir, kim alsa birbaşa aformuş olunacaq. Dəhlizdə ayrı-ayrılığında sanüzil, sanitar qovşağı çəkilir, düzəlir. Ayaq yolsudur ayrı-ayrılığında. Operator çək. Daxil oluruq mətbəxə, mətbəxdən də eyvana çıxışımız. Çox möhtəşəm mətbəx. Mətbəxdə də kondisionerimiz. Eyvana çıxışımız. Evin qarşısınadır. Qiymətini deyəcəm, hörmətli izləyicilər. Qiyməti 12-nin 2-ci mərtəbəsi 137 kvadrat. Qiymət 197 min deyilir. Cüzdə indirim olacaq. Kim alsa Allah xeyir versin. Sağ ol, var.